Mediada Azərbaycan dili düzgün və səlis, ədəbi dilin normalarına uyğun, yad və lazımsız sözlərdən uzaq, etik və mədəni olmalıdır. Media cəmiyyətin həm güzgüsü, həm də onun danışan dilidir. Media yalnız informasiya vermir, həm də cəmiyyətin düşüncə tərzini formalaşdırır. Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. 50 milyon Azərbaycanlı yaşayır dünyada. Amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik. Çox istəyirəm ki, xaricdə yaşayan Azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Və burada jurnalistlərdən çox şey asılıdır. Çünki ən çox efir məkanında jurnalistlərdir. Və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə eləməsinlər. ASTV-nin Teleradio Akademiyasında ölkənin tanınmış dilçi mütəxəssisləri və ustadlarının iştirakı ilə treyninqlərə start verilir. 3 ay davam edəcək treyninqlərdə televiziya, radio, agentlik və saytlarda çalışan 50-yə yaxın gənc jurnalist, redaktor və aparıcı iştirak edəcək. Sonda iştirakçılar arasında aparılan monitorinqin nəticələri açıqlanacaq.